Milletvekilimiz Razi Nurulayev. Əslində Razi müəllimi mən həmişə daima izləmişəm. Cəsarətli milletvəkillərimizdən birisidir, açıq fikirlidir. Fikirlərini deyərdim ki, qısa və konkret elə deyərdim, lakonik deyir. Doğrudan da fikirlərində bir məntiq var. İnsanları düşündürür onun təklifləri. Milli Məclisə çox maraqlı təklifləri olub, daima olub. Məsələn, mənim özüm belə olub da Razi müəllimə hansı işlə bağlısa müraciət etmişəm. Təbii ki, özümlə bağlı yox. İmişlidə hansısa bir olayla bağlı Razi müəllimi axtarmışam, hansısa qazi ilə bağlı, veteranla bağlı. İnsanlar var da, orada yaşayan vətəndaşlar var. Onların problemləri ilə bağlı Razi müəllimə müraciət etmişəm. Daima kömək etməyə çalışır və kömək də edib. İndi belə deyək də, yenə də deyirəm, məsələn, mən Razi müəllimi daha cəsarətli millət vəkillərindən, deputatlardan birisi sayıram və birisidir. Onun qardaşı özünə toy edib. Mənim qardaşı özünə yox, oğluna toy edib. Əgər mənim qardaşım, bacım öz övladına toy edibsə, mən ona cavabdeh deyiləm ki, cavabdeh təbii ki, onun valideynidir və toy edəndir. Hal-hazırda gündəmdədir bizim Razi müəllim ki, qardaşı oğluna toy edib, dəbdəbəli, çox bahalı bir oteldə olub toy məclisi, nə bilim, Azərbaycandan daha bahalı müğənnilər ora dəvət olunub, yüksək onlara qanorar ödənilib, qanorar. Qanararı Razi müəllim verməyib, qanararı toy edən verib, toyun sahibi verib. Burada Razi müəllimin günahı nədir? İndi bu millət vəkili deyənə bütün Azərbaycan, bütün media düşüb Razi müəllimin üstünə. Yenə də deyirəm, mənim bacım öz evladına toy edir. Hansı bahalı bir yerdə və bütün tanınmış müğənniləri dəvət edir. Onlara 100 min, 150 min, 25 min, digər məbləğdə pullar verirsə, qonorar verirsə, mən ona cavab deyirəm. Pulu qazanan odur. Öz cüzdanından, öz çantasından o pulu çıxarır, o insanlara verir. Aygün Kazımov orada toyda iştirak edib. Nə bilim, Nainə Aparıcı, Ağamalı, bilmirəm, Ağa nə yevadı, Nainə xanımın soyadı. Onlar orada iştirak edib, deyirlər, Nainəyə 25 min manat verilib, Aygün Kazımovaya 100 min dollar, nə bilim, nə, belə bir qonorarlar, yüksək qonorar ödənilib. Yenə də deyirəm, təbii ki, Razi müəllim onlara yaxınlaşıb, görüşüb, xoş sözlər deyib, onları orada görməyinə görə xoş olduğunu təbii ki, onlara deyib. Amma pulu cibindən Razi müəllim çıxarıb onlara qonorar kimi ödəməyib. Toyu edən, toy sahibləri o qonararı ödəyib. Ona görə də mən düşünürəm ki, Razi müəllimin üstünə bu qədər getmək olmaz.